Elhamdülillah vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'dehu. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Əziz müsəlmanlar, bildiyiniz kimi Ramazan ayının son 10 gününə giririk. Bu 10 gün Ramazan ayının ən fəzilətli dövrüdür. Bildiyimiz kimi Ramazan ayı bizim üçün böyük bir nemətdir. Bu neməti biz dəyərləndirməliyik. Günahlardan çəkinməliyik, çoxlu ibadət edib Allaha zikr etməliyik. Ramazan ayı elə bir aydır ki, qardaşlar, Ramazan ayında insan öz nəfsini tərbiyə eləyir. Bəzi insanlar var ki, günah əməllər eləyirlər, oruç tutduqları müddətdə o günahı buraxırlar. Yəni, oruç tutduqları müddətdə günahı tərk eləyirlər. Amma orucu açdıqdan sonra yenidən günaha qayıdırlar. Məsələn, bunlardan biri siqaret. Adam siqaret çəkir, yəni iftardan sonra, iftara qədər çəkmir. Çünki orucda axı nəfsi istəmir, nəfsini sıxıb saxlayıb. Amma iftarı açdıqdan sonra gedir orucu, daha doğrusu orucu açdıqdan sonra gedir siqaret çəkməyə başlayır. Yəni, bu Ramazan fürsətdir. Sən deməli, əgər axşama qədər siqaret çəkməyə bilirsənsə, deməli, bundan sonra da siqaret çəkməyə bilərsən. Əziz müsəlmanlar, Peyğəmbər sallallahu aleyhi və səlləm Buxaridə gələn hədisdə deyir, kim yalan söz danışmağı və yalanla əməl etməyi tərk etməzsə, onun yeyib içməsini tərk etməsinə Allahın heç bir ehtiyacı yoxdur. Görün, necə möhtəşəm bir hədisdir. Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn bu hədis bildirir ki, yəni bizə yalan danışmaqdır, söyüş söyməkdir, siqaret çəkməkdir, haram əməllər ümumiyyətlə etmək, yəni bunu edən insanın Allahın onun ac qalmasına, yeyib içməyi tərk etməsinə heç bir ehtiyacı yoxdur. Yəni namaz, oruc vaxtı namaz qılmaq, Quran oxumaq, Quran-Kərim oxumaq orucun əsasını təşkil eləyir. Yəni burada orucda ac qalmaq 1%-dir. 99% isə yalnız təqvalı olmaqdır. Təqvalı olmaq yəni insan günahla üz-üzə qaldıqda o günahdan çəkinməsidir. Çox vaxt təqva deyəndə insanlar bu sözü bir sıradan bir söz kimi qələmə verirlər. O qədər adiləşib ki bu söz təqva, hamı elə içimən qarşı, hamımız özümüzü təqvalı zənn edir. Amma təqva, səlim qəlb tamam başqa bir şeydir. Yəni insan günahla üz-üzə qalır və günahdan üz döndərir. Günah lap onun yanına qədər gəlir, amma o günaha tərəf meyl etməyərək günahdan çəkinir. Ya bu təqvadır artıq. Bu yəni heç bir şey ona günaha getməsinə səbəb ola bilmir. Və bu son 10 gecənin hədislərdə gələn əsasən Ramazanın son 10 gecəsi Qədir gecələri təsadüf eləyir. Bu Qədir gecələri də son 10 günün tək günləri. Son 10 günün tək günlərinə təsadüf eləyir. Bu gün də Qədir gecəsi olacaq bir gündür. Yəni Qədir gecəsinin düşdüyü günlərdən biridir. Bu xüsusda təbii ki, bilirsiniz ki, Qədr surəsi nazil olmuşdur. Bismillahirrahmanirrahim. İnnə ənzəlnəhu fi leylətil qadr. Həqiqətən biz Quranı Qədr gecəsində nazil etdik. Və mə ədrakə mə leylətül qadr. Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Leylətül qadru xayrun min əlfi şəhr. Qədr gecəsini 1000 aydan xeyirlidir. Tənəzzəlül mələikətu və ruhu fiyhə biizni rabbihim min kulli əmr. O gecə Rəbbinin izni ilə mələklər və ruh Cəbrail hər işə görə yerə enirlər. Sələmun hiyə həttə mətləil fəcr. O gecə sübh açılana da əmin-amanlıq olur. Qədir gecəsi bu Qədir surəsində bildirildiyi kimi 1000 gecədən xeyirlidir və bu gecədə çalışaq zikirlər eləyək, çoxlu dualar eləyək, çoxlu Allaha yad eləyək. Ən əsası da Allaha dua etmək. Allaha dua etmək əsasdır. Yəni Allaha dua edib
oya qalmağa çalışaq. Təbii ki, bunun oya qalmağı sual verirlər ki, oya qalmaq bütün gecəni mi oya qalmaq lazımdır, yoxsa gecənin bir hissəsi mi? Bu 3-4 hissəyə bölünür. Yalnızca buna ikisini vurğulayacağam. Ən əzəmətlisi bütün gecəni oya qalmaqdır. Bütün gecəni oya qalmaqdır. İkincisi isə gecənin sonu və əvvəli oya qalmaq. Yəni əvvəli işa namazını qıldın, sonra yatırsan, durduqdan sonra fəcr namazını 1 saat qalmış durub ibadət etmək isə gecənin sonudur. Yəni fəcr namazına qədər gecə sayılır da. Amma ən fəzilətlisi bütün gecəni oyaq qalmaqdır. Allahdan istəyim budur ki, Allah bizi səlim qəbli və ona layiqincə dua edən bəndələrindən etsin. Bütün Ramazan boyu tutduğumuz oruclarımızı qəbul etsin, ibadətlərimizi qəbul etsin. Subhanəkallahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və ətubu ileyk.